Bu ikinci mərtəbədən eyvandan dənizə möhtəşəm panorama açılır. Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün isə Mərdəkanda möhtəşəm bir villanı təqdim edirəm. Təqdimata başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl villa haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Dediyim kimi yerləşir Mərdəkanda. Geniş ölçüyə malikdir, həm torpağı, ərazi olaraq yəqin ki artıq videodan da hiss edirsiniz. Yaşayış olmamış, gözəl modern stildə təmir və dizayn olunmuş villadır. İndi mən burada olan hər bir şeyi, hər bir detala sizin nəzərinizə çatdıracağam. Başlayaq elə həyət hissədən. Bura bizim giriş hissədir, giriş qapısıdır. Orada yerləşir deməli qarajımız. İndi oranı göstərəcəm. Deməli torpaq ümumilikdə 6 sotdur. Nəzərdə çatdırın ki, sənədləri də qaydasındadır, çıxarışı, yəni qubcası da var. Bu hissədə böyük baseynimiz var. Yaşıllıq ərazini görürsünüz, gözəl dekorativ ağaclar əkilib ümumilikdə. Burada bizim yerləşir yay mətbəximiz. Gəlin oranın içərisini göstərin sizə buradan və bir də o tərəfdən də içəriyə daxil olacaq. İndi oranı göstərəcəm. İlk öncə göstərim sizə yay mətbəxini bu hissədə. Nəzərdə çatdırım ki, keyfiyyətli təmir olunub, yəni şəxsi yaşayış üçün təmir olunan bir villadır. İnşallah bunu gəlib canlı baxanda da şahid olacaqsınız. Bu hissədə deməli manqalımız var. Dediyim kimi yay mətbəxi, qaz peçimiz, aspiratorumuz, bunlar hamısı quraşdırılıb. Üst hissə mərmərdir. İşıqlandırmada burada gözəl spotlardan istifadə olunub. Burada ara kəsmə şüşə sürgülü ilə qapı ilə ayrılır həyət yanı hissədən. Yəni hər tərəfdən keçmək olar. Eyni zamanda oradan da qapı var və burada daxildə sanitar qovşağımız yerləşir. Gəlin onun içərisini göstərim. Dediyim kimi bütün materiallar keyfiyyətlidir. Şəxsi istifadə üçün dediyim kimi təmir olunmuş bir villadır. Mən bəyəndim, inanıram ki siz də bəyənəcəksiniz. Dediyim kimi bu hissədə yaşıllıq sahə yaradılır, gözəl güllərimiz də var və villanın dörd bir tərəfi boşluqdur. Gəlin oranı göstərim sizə. Bu hissədə də dekorativ ağaclar əkilib, tam boya-boy ətrafını deyirəm. Keçək, başlayaq daxildən. Mən bütün otaqları, hər bir şeyi sizin nəzərinizə çatdırım. Dediyim kimi çox gözəl təmir olunub, keyfiyyətli təmiri var. Bura deməli qonaq otağı hissəsidir. Ölçü olaraq çox genişdir. Ümumilikdə ölçü 300 kvadratdır. Gördüyünüz bütün hər yer hara ki qranitdir, ora üstü döşəmə ilə təchiz olunub. Ümumilikdə bu hissə yuxarı hissədə dediyim kimi hər şey isə göstərəcəm. Buranın təxmini ölçüsü 45-50 kvadrat, bəlkə də biraz da artıqdır. Yəni çox genişdir. Onu nəzərinizə çatdırım. Burada deməli divarlarda dekorativ boyadan istifadə olunub, yəni adi divar kağızı və yaxud adi emulsiya deyil. İşıqlandırmada lüstr və spotlardan istifadə olunub. 2 ədəd lüstrumuz var, biri orada, digər isə mətbəx mebelinin qarşısında və dekorlardan da istifadə olunub. Ümumilikdə buralar yerləşdirilib. Burada mətbəx mebelimiz yığılıb, çox keyfiyyətlidir. Onun nəzərə çatdırım, mərkəzdə böyük adamımız var, üstü mərmərdir, keyfiyyətlidir dediyim kimi. Burada soyuducumuz var, onu göstərim sizə. Yəni bu da hazırdır. Qaz peçi, aspirator, sobalarımız burada yerləşdirilib. Yəni bir sözlə super villadır. İnşallah dediyim kimi gəlib baxanda da şahidi olacaqsınız. Birinci mərtəbədə əlavə nəyimiz var, mən onları sizə göstərim. Burada deməli yerləşir bizim qardırob, çamaşırxana belə deyək, paltaryan üçün yer burada nəzərə alınıb. Bura paltarlarınızı tam rahat yerləşdirmək üçün kifayət qədər yeriniz var. Burada yerləşir mənzilin bir sanitar qovşağı. Dediyim kimi çox keyfiyyətlidir, genişdir, onu nəzərinizə çatdırım. Bütün aksesuarlarda hər bir şey yerləşdirilir. Divar içi unitaz, bu hissədə duş, bu tərəfdədir. İşıqlandırmanı göstərim. Yəni zövqlə təmir olunub mənzil. Burada keçirik mənzilin bir yataq otağına. Kvadrat şəklindədir, yəni dar uzun otaq deyil. Ona görə yataq dəstini tam rahat yerləşdirə bilərsiniz. Yerləşmə belədir. Taxtın yeri orada nəzərə alınıb.
Tavan hissəni göstərim. Kondisionerin də yeri qoyulub. Hazırda TV internet çıxışı əks tərəfdədir. Keçək, vaxt itirmədən mən sizə göstərim ikinci mərtəbəni. Dediyi kimi gördüyünüz qranit olan hissələr hamısı isti döşəmə ilə təsis olunub. Bu hissədə daraqlardan istifadə olunub, qızılı kantlar. Burada gözəl böyük lüstrumuz var. Tam axıra kimi. Bu da vilya xüsusi gözəllik verir. Burada böyük güzgümüz yerləşdirilib bu hissədə. Burada isə yerləşir mənzilin yataq otaqları. Bura bir yataq otağıdır. Yəni dediyim kimi ölçülər də genişdir, rahatdır. Burada yerləşmə belədir. Taxtın yerini görürsünüz. Gözəl vitraj pəncərələr və buradan bayaq dediyim dənizə möhtəşəm panorama açılır. Gəlin oranı göstərin sizə. Geniş də eyvanı var. Görürsünüz. Bu hissədən tam olaraq bu tərəfdə də və burada otaqlardan da bu eyvana çıxış var. Buradan isə tam dənizə panorama gördüyünüz hissədən həyəti də göstərim. Yəni, baseynimiz, bura giriş qapımız, ətrafda hamısı villalardır. Keçək, mən sizə göstərim digər otaqları. Yəni, istilik sistemi kombidir, radiatorlarda hamısı qoyulub hazırdır. Burada da yenə kondisionerin yeri qoyulub. Burada yerləşir növbəti qardirobumuz. Yəni, ümumi olaraq göstərirəm, yəni təkrara yol verməmək üçün. Yəqin ki, hamısını görürsünüz. Bura isə mənzilin, belə deyək, 3-cü yataq otağıdır. Ölçü olaraq da çox genişdir, digər yataq otaqlarından da hətta böyükdür. Gözəl lüstrlarımız asılıb hamısı. Buradan da bayaq göstərdiyim eyvana çıxış var. Burada yerləşmə belədir, taxtın yerini görürsünüz, sağ və sol güzgülərdən istifadə olunur. TV internet çıxış burada nəzərə alır. Nəzərinizə çatdırım ki, elektrik kutularda hamısı keyfiyyətlidir. Burada yerləşir bizim növbəti qardirobumuz. Bu yataq otağının daxilində hamısı şkaflar da yığılıb, tam hazırdır və bayaq dedim, buradan da yenə eyvana çıxış var və buradan da həmin panoramadır dəniz istiqamətində. Keçək, mən sizə göstərim. Burada yerləşən digər otaqlar. Burada deməli bizim növbəti sanitar qovşağımız var. Ümumi olaraq göstərim. Duş kabin burada yığılıb, yəni divarçı aksesuarlardan istifadə olunub. Böyük güzgümüz, divarçı unitaz və burada təbii ki, hamısı üstü döşəmə ilə təchiz olunub. Buradan keçirik növbəti yataq otağımıza. Buranı ümumi olaraq göstərim. Bütün pərdələr asılıb, hər bir şey tam hazırdır. Burada da taxtın yeri. Ümumi olaraq yerləşməni göstərirəm. Villa haqqında tam təsəvvür yaransın. TV internet çıxış. Ümumi olaraq da belə göstərim. Burada demək, ikinci mərtəbədə əlavə nə qaldı mənim sizə göstərmədiyim. Demək olar, hər bir şeyi göstərdim. Belə, mən villa haqqında demək olar, burada nə var, hər şeyi sizə göstərdim. Məlumatları nəzərinizə çatdırım. Yerləşir Mərdəkanda. Qoşaqala restoranın arxa tərəfində yerləşir. Dənizə 5 dəqiqə piyada məsafədədir. Təzə təmirdən çıxıb, təmirdən də sonra yaşayış olmayıb. Gözəl villadır, modern təzdə təmir olunub. Dediyim ki, torpağı 6 sotdur. Villanın özü isə 300 kvadratdır. Sənədlər dediyim kimi qaydasındadır, çıxarış. Yəni, qupça da var və start olaraq qiymət 600.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.